ayrı evə də. Evin tek oğludur. Ona ki mənim yoldaşım düzdür dalımca gəlib, amma deyir ki, gəl gedək də anam tekdir, mən evin tek oğluyam. Amma qaynanam məndən heç yola getmir. Sizcə gedim? Ha, get. Ərimə görə gedim. Az yola ver getsin, nə desə hırılda, onda elə başına hava gələcək. Gördün əsəbləşib hırıllar. Ne desə eləyirəm, amma yox diyor. Hər şeyə danışır. Qoyun buraya danışmaz. Ürəyimiz sıxtını 2 dəqiqədə dayan da. Sən nə bürcüsən? Allah. Benim şan bir də danışır. Ərin nə bürcüdə? Ərim şir. Başım bırak ay qız. Nə desə denən, heç nə də demə. Hırılda, gül, danır, mırtlar. Onda da ucu bezəcək, sən ucu əsəbləşməyəcək. Görsə ki, əsəbləşirsən, reaksiya versən, dayıca düşəcək üstübə. Hə, oldu yaxşı. Çıx getsən də dayıca acığa çıx get, qoy səni görsün, havalansın. Oldu, çox sağ olun. Görə. Ərvin yanında qaynananla yaxşı danış. Yo, ərimlə problemim yoxdur, çox mehriban. Az başqa söz demirəm, yalandan yaxşı danış da. Yalandan artistlik elə, qucaqla öp, qoy ərin görsün ki, səndə günah yoxdur. Yaxşı, oldu, çox sağ olun. Qız. Yalandan da söndü öt bastır dünyası da. Həmişə qaynana artist eləyib oğlun yanında qıza yaxşı davranmayacaq ki. Bir dəfə də siz artist eləyin də.